bağlantıda danışdıq. Davam edək. Deməli, baxıram, xəstəlik vərəqi e-sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq. Çox maraqlı bir məlumatdır. Bu barədə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və təbibin birgə məlumatında bildirilir. Sizə də əgər mövzu daha geniş formada izah olunsun istəyirsinizsə, onda növbəti canlı bağlantını təqdim edeyim. Həmkarım Fidan Mədətova birbaşa yayımdadır. Fidan, hər vaxtın xeyir olsun. Çox maraqlı bir məsələ. Daha geniş danışmağını xahiş edəcəm səndən. Salam Rəhman, bəli, xəstəlik vərəqi artıq e-sənəd formasında təqdim olunacaq, hazırlanacaq və həm işə götürən tərəfə, eyni zamanda elə işçiyə də təqdim olunacaq və bu, həmin şəxsin, həmin işçinin müavinət alması üçün əsas olacaq. Elə sənəd az öncə qeyd elədiyin kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təbib, Səhiyyə Nazirliyi kimi qurumlar bu barədə birgə məlumat yayıblar. Bəs proses hansı şəkildə həyata keçiriləcək? İlk növbədə bunu qeyd eləyək ki, bu qərar may ayının 1-dən etibarən qüvvəyə minəcək. Prosesin detallarına gəldikdə isə ilk növbədə təbibin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri həmin, belə deyək, elektron imza ilə, elektron sənədin təsdiq olunması vasitəsilə həmin sənədi hazırlayacaqlar və daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fonduna bunu təqdim edəcəklər və işə götürən tərəf həmin sənədi artıq elə sözü gedən sistemlə, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, daha doğrusu onun tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun elektron sistemindən əldə edə biləcək. Tibb müəssisələri isə e-səhiyyə portalından və yaxud mobil tətbiqindən daxil olaraq həmin sənədləri, həmin o elektron formada olan sənədi əldə edə biləcəklər və bunun təbii olaraq həyata keçirilməsində əsas məqsəd isə daha operativ, daha optimallaşdırılmış formada sənədlərin təqdim olunmasıdır, daha az vaxt itkisinin, maliyyə itkisinin ümumiyyətlə həyata keçirilməsidir, yəni bunların qarşısının alınmasıdır daha doğrusu və bununla bağlı olaraq da təbii ki, belə bir addım yaratılıb və vahid reyestrda birləşdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun, eyni zamanda Səhiyyə Nazirliyinin belə deyək, mövcud olan sistemləri vahid reyestrda birləşdirilib və təbii olaraq sözü gedən sənədi də artıq elektron arayış formasında, e-sənəd formasında əldə edə biləcəklər və bu müavinət alması üçün də işçilərin əsas olacaq və bu hansı, belə deyək, xəstəliklərdən və yaxud hansı sağlamlıqla bağlı olan məsələlərdən söhbət gedir. Tək bunu xəstəlik də adlandırmayaq əslində, amma məsələ məhz bundan gedir ki, burada əmək qabiliyyətinin itirilməsi, hamiləlik və doğuş kimi proseslərdə bunu həmin elektron sənədi sözü gedən tərəflər əldə edə biləcəklər. Hələ ki, mənim bu məsələ ilə bağlı çatdıracağım informasiyalar bu qədər idi. Təşəkkürlər Fidan. Qeyd edim ki, həmkarım Fidan Mədətova birbaşa bağlantıda